Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin arasında ötən gün baş tutan telefon danışığı davam edən Rusiya-Ukrayna münaqişəsinin gedişatına və gələcək perspektivlərinə təsir edə biləcək əhəmiyyətli diplomatik hadisə kimi qiymətləndirilir. Danışıq 1 saatdan çox davam edib və Ukraynanın Rusiya ərazisinə, xüsusilə strateji hava bazalarına dron hücumları təşkil etməsindən sonra baş tutub. Putin bu hücumları qırmızı xəttin aşılması kimi qiymətləndirərək çox sərt cavab verəcəyini deyib. Görünür, İstanbulda tərəflər arasında keçirilən görüş ərəfəsində Ukraynanın dron hücumları Kremli sülh prosesindən uzaqlaşdırıb. Arzuluyurduq ki, Ukrayna tərəfi də kifayət qədər ciddi bir gediş edə bilsin. Münaqişənin, müharibənin gedişatına kardinal dəyişiklik edə biləcək bir addımlar ata bilsin, əks hücumlar həyata keçirə bilsin. Bu, o səviyyədə bir gediş deyilsə də, hər halda kifayət qədər uğurlu bir gedişdir. Gözləniləndirmi? Rusiya tərəfindən gözlənilən deyildi. Hiss olunur ki, Rusiya tərəfi, Rusiya kəşfiyyatı və əks kəşfiyyatı Ukrayna tərəfinin belə uğurlu bir əməliyyat həyata keçirəcəyi haqda ümumiyyətlə nəinki məlumatlı olub, heç təsəvvürlərinə belə gətirməyiblər. Yəni, kifayət qədər rahat hiss ediblər özlərini ki, Ukrayna prezidentinin verdiyi məlumata görə təxminən bir il yarımdan artıq hazırlanan bu plan haqda Rusiya kəşfiyyatı məlumat əldə edə bilməyib. Təəssüflə qeyd edeyim ki, belə epizodik gedişlər, belə taktiki uğurlar bütövlükdə Rusiya-Ukrayna müharibəsinin, onun strateji hədəflərinin, strateji planlarını qarşısını ala biləcək və ya yeni bir yön verəcək, dəyişdirə biləcək gücdə deyil. Gərginliyin artdığı bir vaxtda belə yüksək səviyyəli təmaslar potensial diplomatik təşəbbüslərin başlanğıcı ola bilər. Nəticə etibarilə bu cür danışıqlar münaqişənin dərhal həllinə səbəb olmasa da, diplomatik prosesin yenidən canlandırılması üçün mühüm siqnal kimi qəbul olunur.